Hoş gördük herkesi. Dediğim kimi bu günləri mənim acılıqla bağlı olan videomun ardı gəlir və bugün artıq ikinci gündür ki mən acılığa davam edirəm. Dünənki gün bitdi tam olaraq. Bugünkü gündə davam edir, ikinci gündür və saat artıq 2-dir. Deməli bu ərəfələrdə yenə normal qaydada yola davam edirəm. Səhər yuxudan duranda hardasa bir 50 milli civarında su içmişəm. Bir də yanımda mineral su da saxlayıram. Bax bu nardan suyudur. Mənim üçün yüngül və rahat olduğu üçün. Reklam eləmirəm sadəcə, yəni mənim üçün rahat olduğu üçün bunu içirəm. Tərkibində minerallar lazım olan qədərdir və su özü də çox yüngül sudur. Mədəni göynətmir. Yəni başqa sulardan da istəyir yerli, istəyir xarici sulardan da istifadə etmişəm çoxundan. Bəzən görürsən ki, mədədə yanğı əmələ gətirir. Ona görə yəni maksimum dərəcədə yüngül sulardan istifadə edirəm. Bir də bir arxız var idi. Səhvəmizə. Yox, arxız deyildi. Gorji var idi. Bir ara gəlmişdi. O su da çox gözəl suydu. Mən ondan da içirdim. İndi o yoxdur deyə hələ ki narzandan istifadə edirəm və bu da məni çox yaxşı təsir edir. Bu informasiyanı birbaşa aclıqla bağlı olan informasiyanı sizə verirəm ki, mən onu davam edirəm. Yəni artıq ikinci günüm gedir və rahat şəkildə də bunu keçirirəm. Yəni bu ən üst səviyyəni mən edirəm, sizə göstərirəm. Yəni bunu insan artıq müəyyən həddi gəlib çatandan sonra ən dərinli, ən üstünü və ən faydalısını eləmə imkanına qadirdir. Və onu da səyanı şəkildə, yəni video şəklini çəkib göstərirəm ki, həm görəsiz, biləsiz, xəbəriniz olsun, həm də yayılsın. Yəni insanlar bundan məlumatlansın bu baxımdan, bilsinlər ki, belə şeyləri bizim ölkədə də, bizdə də eləyən insanlar var və sizə daha yaxınıq və bizdən daha rahat şəkildə bu təcrübələri öyrənib, özünüz üçün gələcəkdə istifadə edə biləsiniz. Bu belə, bunu danışdıq. İndi mən doğru, düzgün qidalanmaq və sağlam həyat tərzi sürmək barəsində bəzi sözləri danışacağım sizə. Burada deməli insan orqanizminin iki enerji qaynağından söhbət gedəcək. Bir enerji qaynağı qarışıq qidalardan olan enerji qaynağıdır. Yəni bu enerji qaynağı qlükoz enerji qaynağıdır. Hansı ki qısa enerji qaynağı sayılır. Yəni sən yemək yedin, orada tərkibində karbohidrat, şəkər falan belə şeylər olduğu üçün normal şəkildə hər kəsin yediyi qidadır da bu. Orada enerji toplanması üçün glukozdan çox istifadə olunur və glukoza ehtiyatı olaraq o enerji qaynağı kimi sənin üçün müəyyən hissələrdə qalır. Və sənə enerji lazım olan zaman həmin o glukoz enerjisindən istifadə edirsən. O da qısa olduğu üçün, qısa enerji olduğu üçün tez bitir. Yəni tez bitdiyinə görə də sən müəyyən vaxtdan sonra halsızlıq hiss edirsən. Görürsən ki, yorulmusan və enerji sənə lazım olur və enerjini hardan alacaqsan? Yenə məcburi qidaya müraciət edirsən. Bir də baxırsan ki, insan var ki, gün ərzində 4 dəfə, 5 dəfə qida qəbul edir. Və bu qədər çox qida qəbul eləməsinin ziyanları çoxdur. Onlardan biri odur ki, yəni insulin ifrazının daha çox əmələ gəlməsinə səbəb olur. Yəni insulin hormonu o qidaların orqanizmə düşdüyünə görə məcburi şəkildə ifraz olunur və insulinin də çox ifraz olunması, yəni orqanizmin lazımı qədər, lazımı şəkildə işləməyinin qarşısını alır demək olar. Yəni sən istədiyin kimi orqanizmi işlədə bilmirsən.
Bu qlukoza aid olan bir şeydir. Yəni tam qida ilə olan bir şeydir. Bağlı olan bir məsələdir. İkinci enerji qaynağı isə keto enerji qaynağıdır. Yəni orqanizmin ketonlar istehsal eləməsinə gətirib çatdırmaq lazımdır orqanizmi ki, orqanizm glukoza enerjisindən çıxsın və keto enerji qaynağına keçsin. Və keto enerji qaynağı da aldığı enerjini yağlardan alır. Yəni sənə enerji gərəkdiyi zaman depolanmış, ehtiyatda qalmış yağlardan istifadə edir və çəkisi çox olan insanlar, çəki yığmağa meyilli olan insanlar daima yəni enerjini həmin bu keto qaynağından ala bilirlər və o da uzun müddətli olur. Yəni sənin yağların depoda olan yağların, ehtiyat yağların çox olduğu üçün sən onu daima o enerjini həmin o yağlardan götürüb istifadə edə bilirsən. İstəyir adi həyat tərzi sürürsənsə, istəyir məşq edirsənsə, məşq vaxtında belə sən onu yəni keto enerjidən alıb rahat şəkildə istifadə edirsən, uzun müddətli olur və bu da keto enerjidə yağlardan, yağ enerjisindən, yağın enerjiyə çevrilməsindən daha doğrusu əmələ gəldiyinə görə o uzun müddətli olur. Yəni səndə elə ki bir ehtiyat rezerv bir yerin var və oradan daima yəni o enerjini sənə verir. Çünki yağın var, yağ boldur və o enerji sənə rahat şəkildə verə bilir və faydası da odur ki, artıq sən o yağlardan enerjini götürdüyün üçün bu sənin yağın əriməsinə səbəb olur, çəkimin aşağı düşməsinə səbəb olur və ən əsası da orqanizmin sağalmasına səbəb olur. Yəni doğru qidalandığın zaman, keto sistemində qaldığın zaman sənin orqanizmin artıq gündən günə özün sağaldır və daha rahat şəkildə yaşamaq üçün sənə yardım edir. Yəni buna keçmək üçün sən gərək glukoz enerjisindən çıxıb oturasan keto enerjiyə. Keto enerjiyə keçmək üçün ən azından yəni gün ərzində 2 dəfə qidalanmaq lazımdır. Qida da səhər qidasını mən kimsəyə məsləhət görmürəm. 2 dəfə qidalanmağın da yolu biri gün orta radələrində saat 1 civarında qidanı qəbul eləməkdir. Ondan sonra hardasa 4 saat və yaxud 5 saat aralıq verib, bir də axşamüstü saat 5 və yaxud 6 radələrində yenə qida qəbul eləməkdir. Və ondan sonra artıq heç bir qida qəbul edilmir və onların arasında olan məsafələrdə istəyir saat 1-dən 6-ya qədər deyim ki, olan məsafədə heç qəbul olunmur və saat 6-dan məsələn o biri gün saat 1-ə qədər də olan vaxtda da sən yenə də heç bir şey yemirsən, ağzı və atmırsan. Yəni yalnız maye ola bilər. Məsələn orada yaşıl çay içmək olar və yaxud kofe içmək olar. Günorta radələrində, axşam radələrində yəni yaşıl çay içmək olar. Yəni, maksimumda yəni bu qədər. Və suyu və mineralları nə qədər əgər orqanizm tələb edirsə, o qədər içib kifayətlənmək olar bununla. Yəni bunun faydasını artıq sən bir neçə gün bunu davam elədikcə artıq hiss edirsən. Görürsən ki, orqanizm artıq başqa cür işləməyə başlayır. Yəni yuxunu rahatlaya bilirsən. Nəyə görə? Çünki axşam saat 6-dan sonraki heç bir şey qəbul eləmirsən, mədə boşalır. Rahat şəkildə gecə yuxusuna gedə bilirsən və dərin yuxuya girmək imkanına belə gəlir. Dərin yuxuya da girdiyin zaman hormon rostu deyirlər, qarmon rostu, rusca belədir bunun adı. Bərpa hormonu ifraz olunur. Bu bərpa hormonu da orqanizmin bütün çatışmamazlıqlarını aradan qaldırmaq üçün lazım olan bir hormondur. Yəni o hormonun ifraz olunması səni sağlam saxlayacaq. Əgər o hormon ifraz olunmursa və sənin qidana imkan vermirsə, deməli səbəblər artıq yəni həmin o qidadadır. Və biz məsələn bir idmançı olaraq əlavə məşqlər etdiyimiz zaman da həmin bu boy hormonu deyilən hormon, həmin bu bərpa hormonu deyilən hormon ki var. Bu hormon yəni biz məşq etdiyimiz zaman və idmançılar üçün fərq eləmir, hər hansı bir idmanla məşğul olursun, intensiv hərəkətlər olan zaman
Əsasən əlbəttə ki, fitness ilə məşğul olanlarda daha çox, çünki orada ağır hərəkətlər, ağırlıqla olan hərəkətlərdir və qısa zamanda çox yük verib orqanizmə sonradan dincəlmək məsələsidir deyə orada proses daha yaxşı gedir və hormon rost, həmin bu bərpa hormonu, boy hormonu deməli ifrazı əgər məsəl üçün adi normada 20%-sə qalxır hardasa 60, 70, 80%-ə qədər. Yəni bunu da özünüzün yadınızda saxlayın. Bu da yəni gələcəkdə əgər idmanla məşğul olan insanlar ki var, hətta məsəl üçün müəyyən yaş həddindən sonra, 40 yaşından sonra, 45-dən hətta 50 yaşından sonra fitnesslə məşğul olmaq istəyən insanlar üçün də çox gözəl bir informasiyadır. Onlar yadlarında bunu saxlasınlar. Ketoya keçmək üçün, sizin üçün bundan sonraki videolarda da mən artıq həmin bu ketonun nə olduğu barəsində və hansı qidalarla ketoda qalmaq barəsində olan məlumatı sizə verəcəyəm. Çünki hər nə yeməklə ketoya keçmək olmur. Elə qidalar var ki, onlar ketodan səni çıxaracaq və sən yenə də glukoza enerjisi ilə qidalanıb ondan qaynaq olaraq istifadə edirsən, o da sənin yağlarının əriməsinə və orqanizmin sağlam qalmasına təsir göstərməyəcək. Yenə də əvvəlki qaydada qalacaqsan və yerində saymaq kimi sayılacaq. Mən indi artıq ən üst mərtəbəsini elədiyimə görə mən keto da deyil məndə, OMAD da deyil, mən OMAD barəsində də sizə danışacağam. OMAD yəni gün ərzində bir dəfə qidalanmaq və düzgün qidalanmaq, mən dediyim qidalarla qidalanmaq kimi bir şeydir. Onu da sizə danışacağım, yəqin ki, sabahlara OMAD barəsində sizə məlumat verərəm. Hələ ki, keto və gündə 2 dəfə qidalanmaq barəsində bu günləri dedim. Onların aydınlığını açmasını mən sizə hər videoda yavaş-yavaş danışacağım ki, xəbəriniz olsun bundan. Çünki videolar biraz uzun çəkir mən danışdığım zaman. Yəni sonra da həm belə izləmək üçün də biraz başa düşürəm. Yəni vaxta, zamana ehtiyac olur. Ona görə videoları imkan dairəsində biraz qısa edəcəm. İndiki vəziyyətim də çox yaxşıdır. İnşallah mən tamamilə yəni qidasız, su ilə və mineral tərkibli mayelərlə davam edirəm yola. 2-ci günüm gedir. Rahat şəkildə də yəni bunu mən ötürə bilirəm. Yəni çəki düşmək məsələsi faktiki var. Yəni mən sadəcə çəkinin düşməsini sizə nəyə görə o barədə göstərmək istəmirəm. Yəni deyim ki, bu günləri çəkim bu qədər eləyir, sabah bu qədər eləyir, o bu qədər. Çünki mənim məqsədim çəkini salmaq şey deyil, yəni məqsəd deyil. Məqsəd orqanizmin sağlam qalması məsələsidir. Yəni sağlamsan, orqanizm sağlam saxladıqca orqanizm özünü düzəldir və sənin artıq yağların artıq çəkində gedir və sən sağlam qalırsan. Yəni bu belədir. Yəni sağalaraq çəkinin aşağı düşməsidir. Yəni çəkini aşağı salıb sağalmaq deyil bu məsələ. Məqsəd budur. Yəni bizim təlqin elədiyimiz, bizim məsləhət gördüyümüz odur ki, orqanizm sağlam saxlayaq və sağlam qaldığın sürəcdə sənin yağların da yanacaq, çəkin də aşağı düşəcək və özünü də çox yaxşı hiss edəcəksən. Oldu. Bu qədər. Yenidən görüşmək üzərə. Bu videonu da izləyin. Zəhmət olmasa like edin, kommentlər yazın. Qoy bizim bu videomuz daha çox insanların qarşısına çıxsın, baxsınlar, faydalansınlar. Təşəkkür edirəm hamınıza.